Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim danışmaq, toyuq saxlamaq xeyir eləyir, yoxsa lal ördək. Bu haqda danışıb məlumat vermək istərdim. Yəni indi çoxları bu haqda suallar verirdi ki, hansını saxlamaq daha sərfəlidir, yəni toyuğu yoxsa lal ördəyi. O haqda ətraflı belə deyək, məlumat vermək istərdim. Video keçməmişdən öncə artıq dərəcədə hər birinizdən xahiş edərdim ki, kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. İndi əziz izləyicilər, keçəyin belə deyərdim mövzumuza. Toyuq saxlamaq xeyirdir, yoxsa lal ördək? Birinci toyuqdan başlayaq əziz izləyicilər. Deməli, misal üçün siz bir 10 dənə, lap tutalım ki 20 dənə götürək, toyuq saxlayırsınız. Bu 20 toyuqdan nə qədər yumurta götürəcəksiniz ki, siz belə deyim, xeyir qazanasınız da, yəni pul qazanasınız. Deməli, bir toyuq indi baxır onun yumurta veriminə. Bir toyuq hardasa ən azı belə götürək də 150 yumurta verir. Ən çoxu, ən azı indi biraz ondan çox verən də var, biraz az verən də var. 150 dənə belə ilə yumurta verir. O da ki, soyuq aylarda bu kəsilə də bilərsiniz, ona artıq cibinizdən yem verəcəksiniz, yəni cibinizdən pul verib yeminə pul verəcəksiniz və s. 10 toyuqdursa və yaxud 20 toyuqsa, yəni 10 toyuğun 1050 yumurta eləyir, 1500 yumurta eləyir, 20 toyuğun isə 300 yumurta eləyir. Və bunu da indi bəzi yerlərdə bilmirəm necədir. Yəni bəzi adamlar ola bilsin ki, indi baha da satır 30 qəpiyə, 35 qəpiyə. Ancaq bizdə yayda çox vaxt 20 qəpik olur, yəni belə deyək də yaz aylarında martdan sonra 20 qəpik olur, qış aylarında da 30 qəpiyə. Və indi bunu hesablamaq lazımdır ki, belə deyək, neçə eləyir. Deməli, əziz izləyicilər, bəx qeyd elədiyim kimi yay aylarında, yəni yay aylarında yumurta 20 qəpiyə satılır da, belə deyək. Bunun götürə 3000 yumurtası 20 toyuqdan götürürsünüzsə, bu 3000 yumurtanın 2000-ni yay ayına salağın ki, yəni yayda çox yumurta ayırlar. 2000-ni yaya salsaq, bu 20 qəpikdən bu edir 400 manat. 1000-ni də şeyə salsaq qış ayına, yəni 2000-ni yay ayında, 1000-i isə qış ayında, o da olsa yaxşı baxsaz, yəni yemini, zadı yaxşı eləsəz, yerini isti eləsəz, bu da hardasa 30 qəpikdən, yəni biz belə satında ola bilsin, kimsə 35-ə, 40-a satır, bu öz işlərdir də, yəni mən indi hələ ucuz götürürəm. Bu da 300 edir, yəni ilə 20 toyuqdan 700 manat pul götürə bilərsiniz. Bunun da yemi var, dəni var, yəni toyuq da ki, bilirsiniz necədir, yəni soyuq oldu, xəstələnir da, yəni iynəsini vurmaq lazımdır, qurd dərmanını vermək lazımdır, ancaq ördəkdə bu yoxdur. Ona görə əziz izləyicilər, yəni bu 700-ün hamısı sizə qalmayacaqdır. Lap belə deyək də 20 toyuğu 20 manatdan da bunun yemini salanda, harca 200 manatdan da çox bunun 250 də yemini salanda sizə orada qalacaq 450 manat pul. O da indi heç açıq deyim də, yumurtanı az-az satacaqsınız, 10-10, 20-20 heç gözünüzə o görsənməyəcək 400 manat, 450 manat. Yəni 20 toyuqdan bu qədər pul götürmək olar. Onu da heç belə deyək, aya böləndə 30-40 manat pul düşə ya düşmür da belə. Çünki düşürək, daha doğrusu sadəcə adamın gözünə görsənmir. Az-az satır, nə bilim 10 manat, 20 manat, o da xərclanır, gedir. Yəni ələ kruplu pul gəlmir, çox pul gəlmir. Ona görə 20 toyuqdan siz
belə deyim, bu qədər pul qalacaqdır. Yəni 300-400 manat sizə pul qalacaqdır. Siz əgər onların yumurtasını satıb yığsanız, bir banka düzəldib belə deyək də, yığsanız hardasa 300-400 manat qalacaqdır. Ancaq bunun o işığına gedən pul, yerinin istiliyi, dərmanı, qış aylarında da siz onlara vitaminli yemlər verməlisiniz, vitaminli belə deyək də sular verməlisiniz, suyuna qatıb vitaminlər, ondan sonra yerini isti eləməlisiniz, plus tərəvəzlər zat verməlisiniz ki, bunlar yaxşı yumurtasın. Yoxsa olmayacaq. Plus soyuq aylarda yumurtlamırlar, tükünü tökürlər, 2 ay onda yumurtlamırlar. Yəni toyuqdan elə çox pul qazanmaq olmayacaqdır. Siz hətta 50-60 dənə belə saxlasaz, bunun xəstələnməyi var, yəni biraz qorxuludur və yaxud 100 dənə saxlasaz, olar biraz qazanmaq, ancaq lal ördək kimi olmayacaq. İndi mən lal ördək haqqında da danışacağam. Lal ördəkdən neçə belə deyərdim, bala almaq olar və neçə pul qazanmaq olar. Ona görə yəni toyuq biraz apasındır. Düzdür, indi siz əgər 20 dənə saxlayırsınız özünüz üçün, bunun elə qorxusu yoxdur. Yəni xəstə zad olsa kəsə də bilərsiniz, yəni kəsib xaladnika soğuducuya doldura bilərsiniz. Ancaq yəni ondan belə deyək də, o pulu yığsaz ilə 300-400 manat pul götürəcəksiniz. Yəni 20 dənə toyuqdan. Ancaq ördəkdə bundan çox olur. Yəni ördək tamam başqadır. Lal ördəkdən söhbət gedir. O səsdən yox, lal ördəkdən. Yəni toyuğunki budur. Siz əgər 300-400 götürəcəksinizsə, onu da bəxt dediyim kimi yeminə gedəcəkdir. Daha doğrusu yemini çıxandan sonra da belə deyək də 400 qalacaq, onun hamısı da sizin olmayacaq. Bunun dərmanı var, iynəsi var, yerinin istiliyi var, işığı var və s. də. Yəni bunlara da elə xüsusi qulluqlar lazımdır ki, o şey olsun da, yaxşı yumurta versin. Yoxsa verməsəz heç o pulu da götürə bilməyəcəksiniz də. Yəni az olacaqdır. Məsələn, mən bayaq biz 700 hesabladıq. Yəni o 1000 yumurta versələr şeydə qışda satsaz 30 qəpikdən 300 manat eləyir. 2000 yumurtanı da yayda 20 qəpikdən satsaz 700 eləyir. İndi təbii ki, hər rayondan asılıdır. İndi orada neçəyə satırlar. Hər rayonun da öz istiliyi, soyuqluğu var. İsti olanda da çox vaxt yumurtlamırlar, istidən soyuq olanda. Yəni toyuqlar belədir də. O 300-400 manat qalır, o da biraz yeminə, dərmanına, nə bilim, istiliyinə zada gedir o soyuq aylarda zada. O da heç hesablayanda əldə elə pul qalmır. 200-300 manat qala ya qalmaya. Ona görə toyuq saxlamaq bax belədir. İndi ola bilsin o digər o fermalarda zətdə xüsusi yumurtlayan toyuqları saxlayırlar. Belə deyək, bir il zat onun yumurtasını Allah xüsusi dərmanlar zat verirlər. Ancaq ev toyuğu bilirsiniz ki, bir ildən sonra ikinci ili o dərəcədə yumurta vermir, üçüncü ili o dərəcədə vermir. Dördüncü ildə saxlamaq lazım deyil. Ancaq ördək isə 5 il, 6 il siz ondan kifayət qədər belə deyim, bala ala bilərsiniz, yəni lal ördəkdən. Ona görə mənim fikrimcə lal ördək saxlamaq ondan daha sərfəlidir. Yəni indi keçən əziz izləyicilər lal ördəyə, yəni lal ördəkdən nə qədər qazanmaq olar? Yəni toyuqdan ilə 300 manat, maksimum 400 manat yemini zadı, o istiliyini zadı çıxandan sonra belə deyək də o vitaminlərini, dərmanını zad çıxandan sonra təbii ki, onlar da xəstələnə bilər. 300-400 manat qalır. Amma lal ördəkdə ondan çox qalır. Keçən əziz izləyicilər indi lal ördəyə. Lal ördəkdən neçə qazanmaq olar? Təbii ki, burada söhbət lal ördəklərdən gedəcək, adi, yəni o tünd rəhlərdən yox, onlar baha satılır. Təbii ki, istəsəz ondan da saxlaya bilərsən, ancaq çox adam onu almır da. Necə almır? Yəni kənd yerində ancaq onu kimdir, belə deyək də, dekorativni kimi alan,
şey deyən ucuz istəyirlər, saxlasınlar, yekəsinlər, damazlıq saxlasınlar kəsmək üçün. Yəni ona görə ucuzuna qaçırlar. Ona görə də mən də ucuzuna hələ hesablayıram. Yəni 20 dənə lal ördək saxlasaz, onlara bir 4 dənə də erkək lazımdır. Və o erkəkləri də siz onun içinə salmısınız da. Yəni hamısı bir 20 dənə fərəni buraxdınız, 4 dənə də erkəyi ya 5 dənə erkəyi bir yerdə saxlam. Çünki onu deyim ki, erkək fərənlə cütləşəndə o birisi erkək hansı güclüdür, onu döyürsə, onu qoymayacaqdır cütləşməyə. Yəni bir dənəsi, iki dənəsi içində şey eləyəcəkdir, belə böyüklük eləyəcək, döyəcəkdir, o birisləri qoymayacaqdır və özlərinin də gücü çatmayacaq o 20 dənə fərəni mayalamağa və ördəkləriniz artıq toxumsuz olacaq yumurtaları. Ona görə 20 dənə saxlayırsa bunları 5 yerə bölsünüz. Hərəsinin içinə bir dənə erkək salırsınız və yaxud 4 yerə bölsünüz, hərəsinin 5 dənə erkəkdirsə, hərəsini birinə salırsınız və xüsusi yerlər hazırlayırsınız. İndi keçən əziz izləyicilər onların bala verimindən. Bala verimi isə lal ördəkdə 9-dan başlayır, yəni ən azı 9 dənə yumurta yumurtlayır, ən çoxu da 21-23 yumurta yumurtlaya bilir. Yəni çox vaxt olur. Ancaq belə orta sıralamada götürəndə hardasa 15-17 arası olur, 13-15-17 arası olur. Və 15 ilə götürəndə isə bunu 10 dənəsində 150, 10 dənəsindən də isə yenə 150, 300 dənə bala edir. Bunlar isə əziz izləyicilər ildə 2 dəfə, 3 dəfə, hətta mənkilər elə olur 4 dəfə. Yəni yemini yaxşı versəz fevralda bir yumurta, apreldə bir, yayda bir, hətta mənkilər elə olubdu ki, sentyabrın 26-sı belə çıxardı. Yəni 4 dəfə yatıbdı və 4 dəfə yatanda da, yəni balanı necə olar ki 4 dəfə yatsın, yəni balanı çıxartdı altından götürür və buraxsız erkəyin yanına, deyirlər ki 21 gündən sonra təzdən başlayıb yumurtlayır, amma məndə elə olubdu ki 15 gündən sonra başlayıb yumurtlamağa. Yəni birinci səfər 300 dənə bala götürdünüz 20 dənə ördəkdən, ikinci səfərdə yenə. Hələ üçüncünü, dördüncünü mən saymıram da, yəni yemini yaxşı versəz onlar yumurtlaya bilər, amma ən azı azla götürürəm. 2 dəfə bunlar rahat yatırlar. Ancaq 3 dəfə, 4 dəfə yatanları da var. Yəni məndəkilər elə yatırlar. 3 dəfə də olur, 4də yaxşı yemini verəndə axırı payıza dönür, ancaq onda da yatırlar. Ancaq mən 2 dənə ilə götürürəm da, belə 2 dəfə yatanı. 300, 600 dənə, 20 dənə ördəkdən bala götürürük. İndi bunların belə deyək də, indi az yumurtlayanı zadı var, çox yumurtlayan var, yerəsi var, 21 yumurta yerəsi var, 15-17 zat belə də. Ona görə 2 dəfə götürürəm, 2 dəfə yatmağını və 2 dəfə bala verməyindən danışıram. 600 dənə ördək, siz lal ördək adilərdən söhbət gedir. O bəxt dediyim kimi tünd rənglər, o krasnodar zat 8-10 manatdan, ancaq o adi qara, başı ağ olanlar da ağlı qaralılar, ağlar isə 4 manatdan. Yəni 4 manatdan ucuz heç kim vermir. Hətta 5 manat da belə yeni çıxanda apreldə, mayda verirlər. 4 manatdan götürürük. Deməli 600 baladırsa 600 balanı isə vururuq 4 manata, eləyib 2400 manat. Və 2400 manat siz bundan bir ili, hələ mən az dedim, 2 dəfə, 3 dəfə, 4 dəfə versə daha da çox götürə bilər. Yəni 3000-i keçə bilər. Və bunların da yemini elə çox yem getmir də. Yəni toyuqdan bir balaca çox yeyirlər. Yəni o səsli ördəkdir, qazdır, hündüşqadır, çox yeyir. Ancaq bunlar belə deyək də toyuqdan bir ədəd çox yeyir. Və bunlara otluq yer varsa otluğa buraxsınız, göl varsa gölə buraxsınız. Yəni səhər heç ac da buraxa bilərsiniz. Axşam gələndə birəcə o yatar qarnına yemlərini güclü verə bilərsiniz ki, çünki yumurtaya gedir. Bunlar çöl ördəyi olduğundan otu çox sevirlər. Elə ot yaxşı yeyirlər, suda, göldə. Əgər elə yer varsa, yəni kət yerlərində otluqsa, çoxdursa, elə buraxa bilərsiniz, özləri otlasın. Axşam da gələndə amma yemini yaxşı verin ki, qoy səhərə kimi yesinlər, belə yeyib doysunlar.
ki, yaxşı yumurta versinlər. Yəni bir dəfə belə versəz kifayət edir. Səhər-səhər onları, yəni otluq varsa az qarnına buraxa bilərsiniz. Yox, otluq yoxdursa təbii ki, verə bilərsiniz. Səhər, axşam yem verirsiniz, amma yaxşı versin. Axşam da gələndə da səhər otluğa buraxdınızsa, axşam da gələndə yemini yaxşı eləyirsiniz ki, yesinlər, doysunlar, qabaqlarında qalsın. Məsələn 6-da, 7-də zətdə. Bir də acanda saat 10-da, 11-də qaranlıqda bunlar yeyirlər. Yəni ona da yəni 2400 pul götürmək olar və onun da belə deyək 400-ünü götürək, yeminə getsin. 2000 qalır. İndi siz özünüz şey eləyin ki, ördək saxlamaq xeyir eləyir, yoxsa toyuq. Yəni bundan siz ilə 2000 pul götürə bilərsiniz. Hələ ən azı. Çox bala verəni də var. Ondan sonra belə deyək də 3 dəfə, 4 dəfə yatağında. Onları hesablasanız, yəni 3000-dən çox belə deyim pul verir və onu da yeminin zadı çıxandan sonra əlinizdə 3000 qalır. Ona görə 20 dənə lal ördək saxlamaq ondan 20 dənə toyuqdan daha sərfəlidir. Təbii ki, sizin əgər yeriniz varsa və o balalar çıxandan sonra sata biləcəksinizsə, yəni belə deyim, siz bu 100 dənə də bundan saxlasanız, sizə belə yox, belə xeyir eləyəcək ki, onların belə deyim, ballarını satacaqsınız. Düzdür, indi qalanda da biraz yekələr, yekə qiymətə gedir, yəni biraz baha gedir, 5 manat olur. Məsələn, 10-15 günlük olanda yem verirsiniz, qəşəng yekəlir, yəni əlinizdə qalsın. Onu da baha qiymətə, yəni belə sata bilərsiniz. Yəni lal ördək şeydən belə deyək, toyuqdan daha xeyirlidir saxlamaq. Həm səsi çıxmır elə, həm xəstəlik olmur, həm elə iynə zat vurmusunuz, həm vitamin zat elə vermisiniz. Yəni toyuqdan lal ördək sərfəlidir. Saxlayın, özünüz də nəticəni görəcəksiniz. Belə əziz izləyicilər, istədim bugün bu haqda danışam. Lal ördək sərfəlidir yoxsa toyuq? Gələn videolarımda da isə toyuqla hündüşka sərfəlidir saxlamaq. O haqda çəkəcəyəm inşallah. Sonra isə lal ördək və hündüşka saxlamaq hansı sərfəlidir? O haqda çəkib paylaşacağam belə videolar. Yəni bax belə. Yəni mən saxlayıram və nəticəni də görürəm də. Yəni toyuqdan çox lal ördək xeyir eləyir. Belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sağ olun əziz izləyicilər. Salamat qalın.